80-cı ildə Bakı Şərq Partiya məktəbinə təyinat aldım, göndərdilər, ayını oxudum orada. 82-ci ildə də Bakı Şərq Partiya Komitəsinə, İnzibati Orqanlar Şöbəsinə təlimatçı götürdülər. 5 il orada işlədim, Bakı şəhər məhkəmələrinin kuratoru oldum. 87-ci ildə də xalq tərəfindən ondakı Kirov rayonu, indi Binəqədi rayonu məhkəməsinin sədri seçildim, təyin olundum. 13 il orada işlədim, məhkəmə sədri. 2000-ci ildə Nizami rayon məhkəməsinin sədri təyin olundum, orada işlədim. 2007-ci ildən də və təqaüdə çıxana qədər 2018-ci ilə qədər o vaxt Azərbaycan Respublikası Ağır Cinayətlər Məhkəməsi idi. Sonra regionlarda ağır cinayətlər məhkəmələri açılandan sonra biz Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi oldum. Oradan da təqaüdə çıxdım. Ailəliyəm, yoldaşım da hüquqşünasdır. Uzun müddət daxili işlər orqanlarda mühüm işlər üzrə müstəntiq vəzifəsindən təqaüdə çıxdı. 2 evladım var. Oğlum 2002-ci ildə Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Qızım da hüquq fakültəsini bitirib. Qırmızı diplomla. Bu gün də mənim yolumu davam eləyir. 5 nəvəm var.